Tarix boyu Tanrı sevgisindən ən çox danışanlar insan azadlığına və xoşbəxtliyinə ən dərin nifrəti göstərdi. Azadlığın ən böyük düşməni özündən razı qullardır. Əgər din xadimi məzlum xalqı zalımdan müdafiə etmək əvəzinə onlara səbr və şükr etməyi öyrədirsə, o din xadimi xalqın ən böyük düşmənidir. İçimdə baş verənləri, hiss etdiklərimi sizə izah edə bilmərəm, hətta özümə də. Olmursa olmasın, amma olurmuş kimi olmasın. Qeyri-müəyyənliyi dəhşətli bir işdir. Bu necə bir dövrdür? İnsanlar arasında olmaq, heyvanlar arasında olmaqdan daha təhlükəlidir. Şübhəyə düşürməyən səmimiyyətin və sevginin quluyam. Söylə görək, bir ev nə zaman yuvaya çevrilir? Kərpicləri düzəndə, boyanı çəkəndəmi? Yoxsa çayı dəmləyib pərdələri bağladığım zaman?